Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Zahir Soltanovun və Leyla Abbasovanın cinayət məcəlləsi müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib. Zərər çəkən hüquqi varisi çıxış edərək hər iki təqsirləndirilənin ömürlük cəzaya məhkum edilməsini məhkəmədən istəyib. Təqsirləndirilən Leyla Abbasova 3 uşağının olmasını nəzərə alınmasını və ədalətli qərar çıxarılmasını məhkəmədən istəyib. Digər təqsirləndirilən Zahir Soltanov çıxışında üzünü zərər çəkən ailəsinə tutaraq tək mənəm günahkar, qanun sizə halaldır, istəyirsiniz öldürün məni, möhtərəm məhkəmə nə cəza verirsinizsə mənə verin deyib. Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilənlər Leyla Abbasovanın 15 il, Zahir Soltanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib. Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər Leyla Abbasovanın 17 il, Zahir Soltanovun 19 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi. Xatırladaq ki, 2025-ci il avqustun 9-da Daxili İşlər Nazirliyi 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, İkram Piriyevlə həyat yoldaşı Leyla Abbasova arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb İkramın Leyla ilə qonşusu Zahir arasındakı münasibətdən xəbər tutması olub. Daha sonra İkram Zahirə zəng edərək onu təhqir edib. Zahir isə onun evinə gedərək İkramla mübahisə zamanı ona çox sayda bıçaq zərbəsi endirərək qətlə yetirib.